Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir, müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət görürsünüzsə, mükatəbə edin, onlara Allahın sizə verdiyi maldan verin. Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları məcbur edərsə, onların bu məcburiyyətindən sonra əlbəttə Allah bağışlayar, rəhm edər. Həqiqətən biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib gedənlər barəsində məsələlər və müttəqilər üçün öyüd nəsihət nazil etdik. Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir taxçaya, çıraqdana bənzər. Taxçadakı o çıraq bir qəndilin içindədir. O qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından